Bilirsiniz, bu dövlətdə icra başçısı deyilən bir şey var. Hər rayonun icra başçısı var. Abşeron rayon icra başçısı Abdin Fərzəliyevin qəbuluna düşmək olmur, qardaş. Rayon polis rəisini bilirəm, onun qəbuluna onsuz düşmək mümkün deyil. Yaxşı. Mən necə də şikayət edirik, ərzəmizə baxmırsınız. Bir dənə 20 ilə tikilən bir ev tikmişəm. 20 ilə. Baxın, bir kolonum buradadır. 4 dənə kolonum var, indi göstərəcəm. Və bura baxın. Mənim evimin dibinə baxın, qardaş. Daş basıblar, bura ki, mən görməyim. Abşeron rayon Kırdalan şəhərində öz yaşadığım evin düz sol sağ tərəfində hündür mərtəbə bir bina tikilir. Və zərər dəfələrcə vurulmağına baxmayaraq gəlib görürəm ki, hündür bir mərtəbə bina 1 metr var, ya da yoxdur, görürsünüz. Və evimin altı sürüşür, gedir. Bunu şəhər salmaya, icra hakimiyyətinə, polis idarəsinə, Fövqəladə Hallar Nazirliyinə, bütün qurumlara bildirmişəm. Amma heç bir qurum baxmır. Mən neçə gündür əsəb xəstəsi tapmışam. Baxın, evimin altı gedir. Evimin fundamenti qalıb burada, evimin altı sürüşür, gedir bura. Bu barədə bütün qurumlara bildirsəm də heç bir qurum gəlib baxmır. Demir ki, bu vətəndaşın dərdi nədir? Bu vətəndaşa biz nə köməklik edə bilərik? Mənim illərdir qazandığım bir ev var. Onun sağ tərəfində bir bina tikilir, bu da sol tərəfindədir. Baxın buna. Bu barədə bu günləri polisə də müraciət eləmişəm. Buna kim baxacaq? Baxın. Buna baxın. Görün hara qədər gedir. Bura baxın. Bax, gedir. Daşlar, qırıntılar doldurublar evimin altına. Bura baxın. Buna baxın. Evimin fundamentinin altı çökür. Bunu mən hansı quruma deməliyəm? Hansı quruma deyirəm? Qazırlar buranı.